Minimalizm kraliçası Carolyn Bassett. 90-cı illərin ən sirli və zərif stil ikonlarından biri. O, karyerasına Calvin Klein'də başlayıb və qısa müddətdə brendin PR komandasında önəmli fiqura çevrilib. Məhz bu dövrdə onun zövqü, sadəliyə olan sevgisi və az amma mükəmməl yanaşması formalaşdı. Sonra həyatına John Kennedy daxil oldu və Carolyn yalnız bir məşhurun həyat yoldaşı deyil, əsl stil fenomeninə çevrildi. Onun sirri nədir? Neytral rəng palitrası, qara, ağ, bej, təmiz siluetlər və artıq detal olmadan. Slip dresslər, düz kəsimli paltolar, minimal aksesuarlar, incə çanta, kiçik gün eynəyi, düz saç və təbii makiyaj. Bir sözlə effortless chic, yəni sanki heç çalışmayıb, amma mükəmməldir. Carolyn trend yaratmadı. O, zamanın stilinin özü idi. Bu gün də quiet luxury deyəndə ilk yada düşənlərdən